Fevralın 18'i Bakıda ve Abşeronda hava değişken bulutlu olacak, arabir tutulacak, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidməti bildirir ki, bəzi yerlərdə arabir duman olacaq, şimal-qərb küləyi əsəcək, temperatur gecə 5-8, gündüz 10-14 dərəcə isti olacaq. Naxçıvan ərazisində də sabah yağıntı ehtimalı yoxdur, havanın temperaturu 9-11 dərəcə isti olacaq. Əksər rayonlarda fevralın 18-də hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir bəzi yerlərdə güclənəcək. Havanın temperaturu gecə 5-10, gündüz 19-24 dərəcə, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq. İstənilən hər bir hava şəraitində sizlərə xoş əhval-ruhiyyə arzu edirik.